rəngi var ha. Bəzi bloger xanımların dodağında görürdüm. Deyirdim, ay Allah, görsən hansı pomadadır, hansı pomadadır. Ola bilər onlarla eyni pomadadan tapmamışam. Amma rəngi tapdım da, halal olsun mən. Çox qəşəng rəngidir. Bununla bir dənə qəşəng dodaq kombosu gələcək. Bu ikisi bir yerdə super getdi həqiqətən. Bu tünd olanla da bu tünd rəngini bir yerdə istifadə eləyəcəm. Bir də çox qəşəng transparan pudra almışam qızlar. Bilirsiniz də Türkiyədə bu mor pudra dəhşətli dərəcədə viral olmuşdu, hətta xaricdə də. Baxın, Essence'in belə bir pudrasını almışam. İçində həm mor pudra var, həm pəmbə pudra var, həm də şəftali alt tonlu deyir türklər. O rəngdə üçlü belə bir pudra setidir. Çox qəşəngdir də, yəni həqiqətən. Bu mor pudranı istifadə eləmək üçün çox səbirsizləndim. Axtarırdım, tapa bilmirdim münasib qiyməti. Hər yerdə 80-100 manat idi. Tapdım onu da. İndi sizə bir şey göstərəcəm. Özüm alanda bu qədər böyük gözləmirdim. Deməli, bu Revolution'ın həmin o məşhur glosslarının belə deyim, tavşan dili rəngidir. Bu rəngdə glossum yox idi. Baxmayaraq ki, nə qədər dodaq ürünüm var. Amma sırf bu rəngdə yoxum idi. İndi bunun boyuna baxın. Bir də şəffaf bir gloss almışam. Bunun boyuna baxın arkadaşlar. Bunu sifariş verəndə bu qədər böyük gələcəyini gözləmirdim. Bildiyiniz əlim boydadır. Çox qəşəngdir də, yəni. Bunu müxtəlif, həm adi şüşə, dodağı şüşə kimi göstərir, həm adi sadə gloss kimi işlətməyə almışam, həm də dev gloss akımına qatılacağım. Onu eləmək üçün almışam. Bu, hər yerdə məşhur olan, bu üzdəki qırmızımtıllıqlara yaxşı gələn Sinos kremi almışam. Üzdəki qızarıqlıqları aradan qaldırır, cilt tonunu eşitləyir, belə deyim. Çox qəşəngdir, çox tərifləyirlər.